Salam, hörmətli dinləyicilər. Bugünkü dərsimiz rasional ifadələr mövzusudur. Rasional ifadələr nə deyilir deməmişdən əvvəl birinci ədədi ifadə nədir onu deyək. Əməl işarələri və mötərizələrin köməyi ilə təşkil olunmuş ifadəyə ədədi ifadə deyilir. Əməl işarələri burada toplama, çıxma, vurma, bölmə, qüvvəti yüksəltmə. Deməli, əməl qaydalarını gözləməklə ədədi ifadədə göstərilən əməllərin yerinə yetirilməsi nəticəsində alınan ədədə həmin ədədi ifadənin qiyməti deyilir. Burada da əgər ifadədə mötərizə varsa, birinci mötərizənin içərisindəki ifadə sadələşdirilir. Orada da əgər vurma, bölmə varsa, əvvəlcə vurma, bölmə yerinə yetirilir, sonra isə toplama, çıxma əməlləri yerinə yetirilir. Dəyişəni olan ifadə isə dəyişənli ifadələr deyilir. Deməli, yəni ədəddən başqa həm də ifadədə dəyişən iştirak edirsə, ona deyilir dəyişənli ifadə. Toplama, çıxma, vurma və sıfırdan fərqli ədədə bölmənin köməyi ilə ədədlərdən və dəyişənlərdən tərtib olunmuş ifadələrə tam cəbri ifadə deyilir. Toplama, çıxma, vurma və sıfırdan fərqli ədədə bölmənin. Yəni, burada dəyişənə bölmə yoxdur. Sadəcə ədədə bölmə ola bilər, dəyişənə bölmə yoxdur. Onda həmin ifadə adlanır tam cəbri ifadə. Əgər cəbri ifadədə dediyimiz kimi dəyişənə bölmə yoxdursa, ifadə tam ifadədir. Amma tam ifadələrin ona daxil olan dəyişənlərin istənilən qiymətində də burada mənası olur. Tam ifadə həm bir hədli, həm də çox hədli ola bilər. Əgər cəbri ifadədə dəyişənə bölmə varsa, ifadəyə kəsr rasional ifadə deyilir. Yəni, tam cəbri ifadədə misal üçün yazırıq burada 3a kvadrat çıxılsın 5a üstə gəl 7 və yaxud da a kub çıx 4a bölünsün 5 üstə gəl b böl 7 üstə gəl 8. Bunlar gördüyümüz kimi burada dəyişənə bölmə yoxdur, ədədə bölmə var. Bunlar gedir tam cəbri ifadə. Amma dəyişənə bölmə varsa, misal üçün 5 bölünsün a üstə gəl 7 a kvadrat üstə gəl 8b artıq bu gedir kəsr rasional ifadə. Yəni, cəbri ifadə dəyişənə bölmə varsa, kəsr rasional ifadə adlanmış olur. İndi isə qüvvət və onun xassələri haqqında danışaq. Deməli, hər biri a-ya bərabər olan eyni sayda ədədin hasilinə a ədədinin n-ci dərəcədə natural üstü qüvvəti deyilir. Burada, yəni eyni sayda biz ədədi vurduğumuz zaman, burada eyni saydadır, alınır a üstü n. Burada a qüvvətin əsası, n isə nədir? Qüvvətin üstü adlanır. Qüvvətin qiymətinin tapılmasına qüvvəti yüksəltmə əməli deyilir. Məsələn, 5 üstü 4 deyəndə 5-i 4 dəfə öz-özünə vurma deməkdir. 3 üstü 2 deyəndə, məsələn, burada nə deməkdir? 3 vur 3, yəni 3-ü 2 dəfə özünə vurma deməkdir. Yəni, qüvvət neçədirsə, o qədər həmin ədədi özü-özünə vurma başa düşülür qüvvət dedikdə. İndi a çıx b üstü 2-in, yəni qüvvət üstü burada 2 hədlinin qüvvət üstü cüt ədəddirsə, onda hədlərin yerini dəyişə bilərik. Yəni, tutaq ki, yazırıq 4 çıx 3 kvadratı elə bərabərdir nə? 3 çıx 4-ün kvadratı. Çünki 1-in də kvadrat 1 eləyir, mənfi 1-in də kvadratı mənfi 1 eləyir. Amma üstü tək olarsa, yəni tutaq ki, a çıx b-nin üstü 5 olarsa, əgər burada yerini dəyişirsə, b çıxar üstü 5 yazırıqsa, onda burada mənfi çıxartmalıyıq. Çünki mənfi üstü 5 mənfidir. Amma yuxarıdakına məsələn a çıx b üstü 4 yazırıqsa, onda bunu yaza bilərik b çıx a üstü 4. Bunlar bir-birinə bərabər olmuş olur. İndi mənfi a üstü 2-in, deməli mənfi ədədin cüt dərəcənin qüvvəti həmişə müsbət edir. Yəni bu nə deməkdir? Tutaq ki, mənfi 3 üstü 4 81 idi. Aşağıda isə mötərizədə yazılmıyorsa, yəni bu şəkildə yazıbsa, bu isə mənfi 81 deməkdir. Yəni mənfi 1 vur 3 üstü 4 deməkdir. Amma burada mənfi 3-ün üstü 4, yəni mənfi 3-ü 4 dəfə öz-özünə vuracaq. Aşağıda isə mənfi 1 vurulsun 3 vur 3 vur
3 belə olur. Ona görə bunun cavabı mənfidir. Mötərizədə olanda isə müsbət olmuş olur. A 1-dən böyükdürsə, onun qüvvət üstü də ədədin özündən, istənilən qüvvət üstü ədədin özündən böyük olur. 1-dən fərqli olaraq da. Misal üçün, 3/2 böyükdür 3-dən. Amma bu kəsr ədəd olarsa, məsələn, 3/1 üstü 2 kiçik olur 3/1-dən. Çünki kəsri nə qədər qüvvətə yüksəldiriksə, 0-1 arasında yerləşən ədədi nə qədər qüvvətə yüksəlsək, o qədər kiçilmiş olur. Amma mənfilərdə isə mənfi 1 kiçikdir A üstü n. Burada isə tutaq ki, mənfi 2/1 üstü 2 təbii ki, böyükdür nədən? Mənfi 2/1-dən. Mənfi 2 üstü 3 təbii olaraq böyükdür mənfi 2/1-dən. Çünki mənfi 8/1 böyükdür mənfi 2/1-dən. Müsbət olanda biz demişdik ki, məsələn 8/1 kiçikdir 2/1-dən. Amma mənfi olanda mənfi 8/1 böyükdür mənfi 2/1 olmuş olur. A kiçikdir mənfi 1 isə cüt dərəcədən olduqda, məsələn, mənfi 2 üstü 4-ün mənfi 2 üstü 4 böyükdür mənfi 2-dən. Amma mənfi 2 üstü mənfi 3 kiçikdir mənfi 2. Çünki bilirik ki, daha doğrusu mənfi 3 yox, mənfi 2 üstü 3 edir mənfi 8. Mənfi 2 üstü 3 edir mənfi 8. O da kiçikdir nədən? Mənfi 2-dən. Yəni, bunları qiymət qoyaraq da özünüz müqayisə edə bilərsiniz. Bunları əzbərləmədən də qiymət qoymaqla yadda saxlamaq olar. İndi qüvvətin xassələri A üstü 0 bərabərdir 1-ə. Yəni, istənilən ədəd üstü 0 olanda 1 olur. Sadəcə 0 üstü 0 olmaz. Bu qeyri-mənli halıdır. Y üstü 0, 1, pi üstü 0, 1 kök altda 3 üstü 0, 1. Bunlar hamısı 1-ə bərabər olmuş olur. A üstü 1 ilə ədədin 1 üstü qüvvəti özünə bərabər olur. Qüvvət əsasları eyni olduqda əsas olduğu kimi qalır. Qüvvət üstləri isə toplanmış olur. Burada misalda da görürsünüz. Bölmə olduqda isə qüvvət əsasları eyni olub böldükdə qüvvət əsas olduğu kimi qalır. Qüvvət üstləri isə çıxılmış olur. Qüvvətin qüvvəti, qüvvət üstləri bir-birinə vurur. 3 üstü 2 üstü 5 olanda 3 üstü 2 vur 5, o da eləyir 3 üstü 10. Sonra A üstü mənfi m bərabərdir. Mənfi üstü qüvvət olanda 1 bölünsün olur. Bax, 8 üstü mənfi 3, 1 böl 8 üstü 512-də 1. Qüvvət üstü 3-də 2 üstü mənfi 2 isə bunların yerini dəyişəndə, sürət məxrəcinin yerini dəyişdiyimiz zaman nə olur? 2-də 3 üstü müsbət 2 olmuş olur. Bu da 4-də 9. Yəni, bunu belə də yaza bilərik. 3-də 2 üstü mənfi 2-dir. Bunu bərabərdir 1 böl 3-də 2 üstü müsbət 2. Bu da 1 böl 9-da 4. Bu da nə olur? 4-də 9. Bu şəkildə də hesablaya bilərik. A vur B üstü M bərabərdir A üstü M, B üstü M. Yəni 8 vur 4 üstü 5 olanda 8 vur 4 üstü 5 olanda 8 üstü 5 vur 4 üstü 5 olmuş olur. Bölümü olanda isə ayrı-ayrı yazmış olurum. Məsələn, yazıram 12 üstü 4 bölünsün 3 üstü 4. Bu da eləyir 4 üstü 4. 12-ni 3-ə bölmüş olur. Vuranda isə əsaslar vurulur. Qüvvət üstü olduğu kimi qalmış olur. N'inci dərəcədən A üstü M bərabərdir A üstü N'də M. Amma burada A böyükdür 0 olmalıdır. Çünki mənfi ədədin kəsr üstü qüvvətinə baxılmır. Bunu bu şəkildə yadda saxlamaq lazımdır. Təkrar kvadrat kökləri keçərkən yenə bu ifadələri orada yazıb təkrar izahını vermiş olacaq. İndi gəlirik bir hədlər. Bir hədlər nə deyilir? Ədəd, dəyişən və ya onların natural üstü qüvvət. Bu natural üstü qüvvət sözünü xüsusilə yadda saxlamaq lazımdır. Bir hədli olması üçün dəyişənlərin qüvvət üstü mütləq natural ədəd olmalıdır. Natural olmasa o bir hədli sayılmır və dəyişənin qüvvət üstü kəsr ola bilməz,
kök altında ifadə ola bilməz, mənfi tam ədəd ola bilməz, mütləq nə olmalıdır? Natural olmalıdır. Hər bir ədəd eyni zamanda bir hədli sayılır. Amma necə bir hədli sayılır? Qüvvət üstü 0 olan bir hədli sayılır. 5, mənfi 0,2, kök altda 13a, mənfi 3a kvadrat b. Gördüyünüz kimi qüvvət üstləri hamısı nədir? Naturaldır. Burada a-nın üstü 1 olanda yazılmır. Bunlar hamısı bir hədli olur. Amma hansılar bir hədli deyil? Burada da gördüyümüz kimi 2a üstü mənfi 3, 3a b üstü kökdə 7, 5a kvadrat b üstü 7-də 3. Göz bunlar bir hədli deyil. Çünki bu kəsirdir, bu mənfidir, bu irrasional ədəddir. Qüvvət üstü mütləq natural olmalıdır. İndi bir hədlin standart şəkli nədir? Standart şəkil birinci yerdə mütləq ədədi vuruq. Sonra isə dəyişənlərin müəyyən natural qüvvətlərin hasili olmalıdır. Və hər dəyişəndən yalnız bir dənə yazıla bilər. Ədədi vuraqda hər zaman dəyişənlərin qarşısında yazılmalıdır. Bu olur standart şəkil və yaxud da yazıla biləcək ən son hal bir hədlin standart şəkli sayılır. Burada misalda gördüyümüz kimi 5a kub x kvadrat z. Bu standartdır. Amma bu isə qeyri-standart şəkildədir. Çünki burada 4 var, burada 3 var. Bunu standart şəklə gətirsək nə olardı? 12a kvadrat b üstü 7. Artıq burada standart şəkildə yazılmış oldu. Standart şəkildə yazıldığı zaman dəyişənlərin qabağında duran ədəd adlanır əmsal, bir hədlinin əmsalı. Yəni ədədi vuruq hər zaman bir hədlinin əmsalıdır. Bir hədlinin qüvvəti və ya dərəcəsi isə dəyişənlərin qüvvətləri cəmi. Məsələn, burada 2-dir, burada 3-dür. 2 plus 7, 9. Bu misalda da əmsal 5-dir. Qüvvətləri burada isə nədir? 3-dir, 2-dir, 1-dir. Bunları topladığımız zaman nə oldu? 6. Deməli, bir hədlinin qüvvəti dərəcəsi oldu 6. Bu şəkildə bir hədlinin qüvvətini tapmış oluruq. Bir həddə dəyişən iştirak etmir. Yəni, yalnız ədəddir. Onun qüvvəti 0-dır. Misal üçün yazıram. Burada yazaq, deyək ki, 4. Bunu yaza bilərik. 4a üstü 0. Qüvvəti 0 olan bir hədlidir. 0 ilə bir hədlidir ki, onun qüvvəti təyin olmayıb. Bir hədlərin hasili də qüvvət. Bir hədlərin hasili də bir hədlidir. Bir hədlinin qüvvəti də bir hədlidir. Amma bir hədlərin nisbəti bir hədli ola da bilər, olmaya da bilər. Deməli, əmsallar müsbət olub. Dəyişənlərin qüvvətləri cüt olan bir hədlinin kvadratı kimi göstərmək olar. Məsələn, burada 3a üstü 4, b üstü 10. Kök altı 3a kvadrat, b üstü 5-in kvadratı kimi göstərmək olur. Nə vaxt bir hədini göstərmək olmaz? Məsələn, tutaq ki, yazırıq burada mənfi 4 a kvadrat b üstü 8. Bunu göstərə bilmərik, çünki əmsal mənfidir. Sonra qüvvət üstü, məsələn, nə olsa 4a kub b üstü 10. Bunu göstərə bilmərik, çünki qüvvət üstü nədir? Tək ədəddir. Bunu bir hədlinin qüvvəti şəklində göstərmək olmaz. Deməli, bir hədlinin qüvvət üstləri cüt olacaq. Əmsal da müsbət olacaq ki, onu bir hədlinin qüvvəti şəklində göstərə bilər. Yalnız əmsalı ilə fərqlənən bir hədlilər oxşar bir hədlər. Yəni, hər şey oxşardır, yalnız əmsal fərqli. Məsələn, yazıram 3-də 1, a üstü 4, b, c. Kök altda 5, a üstü 4, b, c. Bunlar oxşar bir hədlərdir. Dəyişənlər olan hissəsi hamısı görürsünüz eynidir. Amma əmsallar burada fərqlidir. 3-də 1, kökdə 5. Bunlar fərqli ola bilər. Yalnız işarəsi ilə fərqlənən bir hədlər əks bir hədlər adlanır. Və onların da cəmi həmişə nə olur? 0. Mənfi 7-nin 7-nin cəmi 0 olduğuna görə əks bir hədlərin də cəmi 0-a bərabər olmuş olur. İndi gəlirik çoxhədli. Çoxhədli nəyə deyilir? Bir hədlərin cəminə çoxhədli deyilir. Yəni, bir hədləri topladıqda və yaxud da toplama, çıxma fərqi yoxdur. Bu adlanır çoxhədli. Bir hədlərin cəbri cəminə. Deməli, hər bir həd nə olmalıdır? Bir hədli olmalıdır. Əgər hər hansı bir həd burada bir hədli olmasaydı, biz ona çoxhədli deyə bilməzdik.
Misal üçün, burada gördüyümüz kimi 2a üstü mənfi 3 bir həddi olmadığı üçün bu ifadədə bir çox həddi sayılmır. 2 böl a bir həddi olmadığı üçün bu da çox həddi sayılmır. AB 3ab kök altı 2. Kökdə 2 olduğu üçün bir həddi sayılmır, bir həddi deyil. Olmadığı üçün, bir həddi olmadığı üçün bu da çox həddi olmuş olmur. Burada eyni zamanda b-nin üstü 7 kök. 7-də 3 olmaz. Deməli, bu çox həddi deyil. Yəni, bir mütləq çox həddi olması üçün hər bir hədd bir həddi olmalıdır. Deməli, hər bir hədd standart şəkildə olan bir həddilərə isə hər bir həddi standart şəkildə olan, yəni hər bir həddi standart şəkildə yazılırsa, onda o çox hədliyə standart şəkildə yazılmış çox hədli deyilir. Burada gördüyümüz kimi 0.5x standartdır, 7x kvadrat standartdır, 4 standart. Ona görə bu standart çox hədlidir. Amma burada 7n kub standartdır, amma 4x kub y üstü 4x standart şəkildə deyil. Bunu yazırıq nə? 4x üstü 4, y üstü 4 olsaydı, onda bu çox hədli də, məsələn, 7m kub üstə gəl, belə yazsaydı, buna da standart çox hədli deyə bilərdik. Amma bu standart şəkildə olmadığı üçün deyirik ki, standart şəkildə yazılmayıb bu çox hədli. İndi çox hədlinin əmsalları. Deməli, px bərabərdir a0 x n, a1 x n çıx 1, a2 x n minus 2 və s. ən sonunda a-n. Bu standart şəkildə verilən çox hədlidir. Burada əmsallar, yəni hər bir həddin əmsalı eyni zamanda çox həddinin əmsalı sayılır. Və burada bunlar hər birisi nədir? Əmsallardır. Bu əmsalların cəmini tapmaqdan ötürü istənilən çox həddidə, yəni hər hansı bir çox həddi verilibsə, əmsalların cəmini tapmaqdan ötürü dəyişənlərin yerinə 1 yazırıq. Məsələn, burada yazıram px bərabərdir 3x 4b çıxılsın 4ab üstə gəl 5. Bu dəyişənlərin yerini atırıq. Elə ki, burada əmsallar 4 üstə gəl 5. Burada neçə olur? 4. Sərbəst hədd isə dəyişənsiz yazılan hədd. Bax, heç bir yanında hərf yoxdur. Dəyişən yoxdur. Buna deyilir sərbəst hədd. Bunun üçün də dəyişənlərin yerinə 0 yazmaq kifayətdir. İndi tək və cüt yerdə, bəzən çox həddi cüt sayda həddi ola bilər, tək sayda da həddi ola bilər. Tək yerdə, yəni tək nömrəli hədlərin cəmi ilə və yaxud cüt nömrəli hədlərin əmsalları cəmini tapmaq tələb oluna bilər. Onda tək və cüt nömrəli əmsalların cəmini tapmaq üçün, cüt yerdə duran hədlərin əmsalları cəmini tapmaq üçün P1 üstə gəl P-1 böl 2 düsturundan istifadə olunur. Tək yerdə duran hədlərin əmsalları cəmi tapmaqdan isə P1 çıx P-1 böl 2 düsturundan istifadə olunur. Bunları yadda saxlamaq lazımdır. Məsələn, bu misalda 5x kvadrat çıx 3x üstə gəl 1. Əmsallar 5-dir, -3-dir, 1-dir. Bunların cəmini deyəndə bunları toplayırıq, olur. Deməli, dəyişənlərin yerinə 1 qoyduğumuz üçün cavab olur 3. Sərbəst hədd dəyişənə yenə 0 qoyuruq. Bunlar hamısı 0 olur. Burada 0 olur. Burada 0 olur. Qalır cavab 1. İndi bu misalda isə deyək ki, cüt yerdə duran əmsalar. Yəni cüt yerdə duran nədir? -3-dür, 5-dir, 6-dır, 2-dir. -3, 5, 2. 2, 4, 6-cı yerdə duran hədlərdir. Bunları da toplayanda nə olur? -3 üstə gəl 5, 8. -5 üstə gəl, -3 üstə gəl 5, üstə gəl 2. Bu da 7 çıx 3, qalır cavab 4. Bunu düsturla yazanda nə olur? P1 üstə gəl P-1 böl 2. Yəni bir dəfə 1 qoyursunuz, bir dəfə də -1 qoyub toplayıb 2-yə bölürsünüz. Tək yerdə duran əmsalların cəmi tapanda bir dəfə P1 qoyub, bir dəfə də -1 qoyub, bunları çıxıb 2-yə bölmüş olursunuz. Bu şəkildə tək yerdə duran əmsalların cəmi və cüt yerdə duran əmsalların cəmini
tapmış oluruq bu qayda ilə, bu düsturlarla. Yəni birinci bu düstur və bu düsturun köməyi ilə tapmış oluruq. Standart şəkildə çoxhədli daxil olan bir hədlərin ən yüksək dərəcəsi çoxhədlinin dərəcəsi adlanır. Bax, burada gördüyümüz kimi 5x-3, -3x-4, 4-in çıx 25. Burada dərəcə 3-dür, 5-dir, 1-dir, 0-dır. Ən yüksək dərəcə burada 5 olduğu üçün cavab olur 5. Yəni, standart şəkildə çoxhədli yazır və orada çoxhədlinin təşkil edən bir hədlərə baxırıq. Hansı bir hədlinin dərəcəsi yüksəkdirsə, elə çoxhədlinin dərəcəsi də o olmuş olur. İndi burada bəzən test opsiyasında buna oxşar suallar var. AX çoxhədlisinin dərəcəsi P, BX çoxhədlinin dərəcəsi Q olarsa, AX BX vurumu olanda nə olur? Toplanır. Deməli, AX BX N olanda P vurulsun Q vur N. İndi aşağıda misallarla da görəcəksiniz. Burada isə P'dir, P vur N, X vur M və bunları nə etmiş oluruq? Toplamış oluruq. Əgər arada plus olsaydı, bunların plus olsaydı, onda P Q'dən böyük olsaydı dərəcə P olacaqdı. Yox, P Q'dən kiçik olsaydı dərəcə Q olacaqdı. Baxaq burada, deməli, x kvadrat çıx 5 üstü 4, 2x kub üstə gəl 4 çıx 1 üstü 7 dərəcəsi, deməli, burada dərəcə nədir? 2-dir. Qaydaya görə nə oldu? 2 vur 4. Burada ən yüksək dərəcə nədir? 3. 3 vur 7. Və arada vurma olduğu üçün də nə olur? Toplanır. Əgər vurma yox, burada plus olsaydı, burada 8, burada 21 olduğu üçün elə dərəcə nə olacaqdı? 21 olmuş olacaqdı. Yəni, burada misalımız belə olsaydı, x kvadrat çıx 5 üstü 4 üstə gəl və yaxud da çıxma da ola bilər. 4x çıx 1 üstü 7 olsaydı, bunun dərəcəsi 10-dur, bunun dərəcəsi 21. Deməli, elə ki, belə alınır da, tutaq ki, burada o birləri yazmağa ehtiyac yoxdur. X üstü 8 üstə gəl x üstü 21. Təbii ki, toplama olanda bunun dərəcəsi 8, burada 21 olduğuna görə böyüsünü götürür. Amma vurma olanda artıq burada nə olur? Toplanır üstlər. Olur 8 plus 21 olur x üstü 29. Yəni, dərəcə burada ona görə 29 olur. Üstlər toplanır. Vurma olanda üstlər toplanmış olur. Amma toplama olanda elə 21 böyük olduğu üçün dərəcəsi də nə olmuş olur? 21 olmuş olur. Sonra keçirik buranda. Çoxhədlərin bərabərliyi. Çoxhədlərin bərabərliyi qeyri-müəyyən əmsallar üsulu ilə iki çoxhədli verilibsə, digər çoxhədlinin də eyni dərəcəli hədlərin əmsallarını qeyri-müəyyən əmsallar üsulu ilə tapa bilərik. Burada da misalda gördüyümüz kimi, deməli, verilib bu şəkildə və bizə deyir, A, B, C, D ədədlərini tapın. İndi burada nə edir? Deməli, x kvadrat üstə gəl x plus 2, ax plus b-yə vururuq. Bu çoxhədlində, bu iki hədliyə vururuq. Oxşar bir hədləri sadələşdirib, yəni standart şəklə gətirib. Sonra əmsalların bərabərliyi şərtini istifadə edərək iki çoxhədli bir-birinə bərabər olması üçün eyni dərəcəli əmsalların, eyni dərəcə, sağ və sol dərəcədə dərəcələri eyni olan bir hədlərin əmsallarını bərabərləşdirib A, B, C, D-ni tapmış oluruq. Burada vurub açdığımız zaman, standart şəklə gətirdiyimiz zaman belə bir şey alırıq. AX kub, deməli A plus BX kvadrat, yəni AX kvadrat X-ə vuranda edir AX kvadrat, sonra X kvadrat B-yə vuranda BX kvadrat, oradan X kvadratı mötərizə xaricdən çıxardığında alırıq A plus B vur X kvadrat, sonra buradan alırıq 2ax üstə gəl bx, üstə gəl bir də c, x da burada olduğu üçün 2a üstə gəl b üstə gəl c vurulsun x və 2b üstə gəl d, onu da burada yazmış olurum. İndi x kubun əmsalı burada 1-dir. Ona görə a da 1 olmalıdır ki, bunlar bir-birinə bərabər olsun.
Sonra a plus b burada x kvadratın əmsalı a plus b'dir. Burada 2'dir. Onda a plus b 2'ye bərabərləşdirik. A'nın yerine 1 qoyuruq, b'ni tapırıq. 2a üstə gəl, b üstə gəl, c x-in əmsalı olduğu üçün, burada da x əmsalı 1 olduğu üçün 1'ə bərabərləşdiririk. A'nın qiyməti 1, b'nin qiymətini 1 qoyub c-ni -2 tapırıq. Sərbəst həsb burada 3, burada isə 2b plus d olduğu üçün 2b plus d-ni də bərabər eləyirik 3'ə. Burada da b'nin qiyməti qoyub d-ni də 1 tapmış oluruq. Və bu şəkildə çoxhədlərin bərabərliyi qaydasına istifadə edərək A, B, C, D ədədlərini tapmış oluruq. İndi dərəcəsi n olan çoxhədinin n-ci dərəcənin, m-ci dərəcənin dərəcəsi n olan çoxhədinin m-ci dərəcənin naturalist qüvvəti olan çoxhədinin dərəcəsi n vur n nə bərabərdir? Yəni bir-birinə vurulur. Burada gördüyümüz kimi misalda da x üstü 1'dir burada. Bunun dərəcəsi 5'dir. Bunun dərəcəsi 9'dur. Böyüyünü qüvvət üstü 6 olan ədədə vururuq. Yəni burada 6'ya vurmuş oluruq. 9 vur 6 olur 54. Yəni mötərizənin daxilindəki çoxhədinin dərəcəsini tapırıq. Həmin dərəcəsini ifadənin üstə, mötərizənin üstə qüvvət neçə yazıbsa, həmin ədədə vuraraq çoxhədinin dərəcəsini tapmış oluruq. İndi müxtəsər rüma düsturları. Müxtəsər rüma düsturları bir-bir burada hamısını yazmışıq. Bunların hamısını öyrənmək lazımdır. Deməli, a plus b-nin kvadratı nə olub? A kvadrat üstə gəl 2ab plus b kvadrat. Misal üçün yazıram x üstə gəl 2'nin kvadrat. Məsələn, bunun kvadratı yüksəksə nə olacaq? X kvadrat 2 vur x vur 2 üstə gəl 2'nin kvadrat. Bu da nə olur? 2'nin kvadrat. X kvadrat üstə gəl 4x üstə gəl 4. Eyni zamanda çıxmaya da aid yazmaq olar. Bu a plus b'nin kvadratını bu şəkildə də yaza bilərik. Bunu biz misalları yazarkən, istifadə edərkən buna istifadə edəcəyik. Amma bunu bilməsəniz də, birincisini bilsəniz, əsas birincisidir, kifayət edir. Burada minus olanda sadəcə nə olur? Arada minus olur. Çünki 2 vur a vur -b eləyir, -2 ab. Sonra burada da yenə əsas bunu bilməniz kifayətdir. Bunu biləndən sonra bunu da özünü çıxarda bilərsiniz. Sonra a plus b'nin kvadratı bərabərdir. A plus b'nin kvadratı çıxılsın 2ab. Bundan da nə vaxt istifadə edə bilərik? Misal üçün x üstü 2 üstə gəl 4. Bunu yaza bilərik. Misal üçün x plus 2'nin kvadratı çıxılsın 2ab'dir də 2 vur x vurulsun 2. Bu da nə olur? X plus 2'nin kvadratı çıxılsın 4x. Deməli, x kvadrat üstə gəl 4. Buradan da 2, x vur 2 ilə 4x çıx 4x. Həmin ilə bu ifadə almış olur. Yəni, bunun kvadratı yüksəksə bizə bunu vermiş olacaq. Sonra a kvadrat çıx b kvadrat. 2 ədədin kvadratları fərqi. Onların fərqi ilə cəminin hasilinə bərabərdir. A plus b'nin kubu, 2 ədədin cəminin kubu, birincinin kubu, üstə gəl birinci ilə ikinci kvadratı ilə ikincinin hasilinin 3 misli, üstə gəl birinci ilə ikincinin kvadratının hasilinin 3 misli, 3ab kvadrat, üstə gəl ikincinin kubu. Fərq olanda da burada 3a vur mənfi olur, çünki b mənfi olduğu üçün. Yəni, elə belki müsbət mənfi, ard-arda gedir. Mənfi b-ni də kuba yüksəlində mənfi elədirsin, burada minus olmuş olur. Sonra a kub plus b kub 2 ədədin kubları cəmi, deməli necə vurğular ayrı? Birinci onların cəmi ilə ikinci mötərizə birincinin kvadratı, birinci ilə ikincinin hasilinin əks işarəsi minus ab plus ikincinin kvadratı. Bu düsturdan da çox istifadə olunur. Yəni, bu əslində a kub plus b kub deməli, a plus b-nin kubu çıxılsın 3ab vurulsun a plus b. Bu düstur bizə lazım olur. Çünki bəzi misallarda bunu istifadə eləmək daha əlverişli olur. Düzdür, bu da var. Bununla da tapa bilirsiniz həmin misalların həllini. Amma indi biraz sonra test nümunələri yazacaq. Orada
təkrar bunları demiş olacağım. Amma bu üsuldan tapmaq daha əlverişli olmuş olur. Bu çox istifadə olunmur, amma yenə də bilmənizdə fayda var. Sonra A kub çıx B kub cəmini yazdıq. Birinci yenə fərqi olur. Birinci ilə ikincinin hansının əks işarəsi plus AB plus B kvadrat olmuş olur. Burada da yenə A çıx B'nin kubu üstə gəl 3AB A çıx B. Yəni əslində bu düstur buradakı buradan gəlib çıxmış olur. A kub plus B kub bu 3A kvadrat B üstə gəl 3AB kvadrat sola keçirəndə bunu almış oluruq. Yəni bu ikisini götürüb sol tərəfə qoyduğumuz zaman bu düsturu almış oluruq. Bu da buradan alınmış olur. Yəni bu iki düsturdan çıxmış olur. Bunu bilsəniz, buradan A kub plus B kub bərabərdir. A plus B'nin kubu bu ikisini sola keçirdiyimiz zaman bu düsturu almış oluruq. Bax, bu düsturu almış oluruq. Sonra A plus B 350'nin kvadratı. A plus B plus C'nin kvadratı. Bu da adı qadir. Birincinin kvadratı, ikincinin kvadratı, üçüncünün kvadratı. Üstə gəl birinci ilə ikincinin hasili. Üstə gəl birinci ilə üçüncünün hasili. Üstə gəl ikinci ilə üçüncünün hasili. Növbəli şəkildə hamısını vurub bu ifadəni almış oluruq. Mənfi olanda da məsələn burada niyə görə 2 B, C olub? Məsələn AC olub. A müsbətdir, C mənfidir. Ona görə mənfi AC. B müsbətdir, C mənfidir. Ona görə nə olub? Çıx AC. A da B də müsbət olduğu üçün üstə gəl AB olmuş olur. Yəni elə də çətin deyil. Yadda saxlamaq rahatdır. Sonra keçirik misal nümunəsinə, müxtəsər düsturuna aid demin test topusunda olan sualdır. Məsələn, burada necə yazırıq? Burada birinci qruplaşdırma aparmalıyıq. Necə qruplaşdırma aparmalıyıq və necə vuruqları ayırmalıyıq ki, sonra təkrar onu vuruqlara ayıra bilək. Məsələn, 4A kvadrat çıxılsın 4A üstə gəl 1. Bu üçünü 1 götürüb, bunu da yazırıq 4B kvadrat. Bu bizə verir müxtəsər düsturuna görə 2A çıx 1'in kvadratı. 4B kvadratda 2B'nin kvadratı. Sonra A kvadrat çıx B kvadrat düsturuna görə burada nə yazmışdıq? A çıx B, A plus B. Buna görə indi A'nın yerində bu durub, B'nin yerində də 2B durub. Onda nə olur? 2A çıx 1 çıxılsın 2B, 2A çıx 1 üstə gəl 2B. Buradan da nə alırıq? 2A çıx 2B çıx 1 2A üstə gəl 2B çıx 1. Burada cavab nə olmuş olur? Elə A bəndi olmuş olur. Müxtəsər düsturuna görə birinci deməli 2 ədədinin kvadratına görə, sonra kvadratlar fərqinə görə istifadə edib vuruqlara ayırmış olduq. Sonra yenə burada biz bunu yaza bilərik ki 8A'nın kvadratının kvadratı eləyir 64 kvadrat. 81'i də yaza bilərik 9'un kvadratı kimi. Sonra A kvadrat plus B kvadrat düsturu vardı. Orada müxtəsər düsturlarında köməkçi müxtəsər düsturu. A plus B'nin kvadratı çıxılsın 2AB. Deməli, burada 8A'nın kvadratı 64A kvadrat, bu da 9'un kvadratı elədi 81. İndi bu düstura görə elə ki, A'nın yerində bu durub, B'nin yerində bu durub. Ona görə burada nə olur? 8A kvadrat üstə gəl 9'un kvadratı çıxılsın 2 vur 9 vur 8A kvadrat. Bu da bərabərdir 8A kvadrat üstə gəl 9'un kvadratı çıxılsın 144A kvadrat. Bunu da yaza bilərik. 8A kvadrat üstə gəl 9 çıxılsın 12A 8A kvadrat. Çünki bu 12A'nın kvadratıdır. Üstə gəl 9 plus 12A. Bu da bərabərdir öz növbəsində 8A kvadrat üstə gəl 12A və yaxud da elə çıxma yazıb, birinci çıxma yazaq.
Çıx 12a plus 9 8a kvadrat plus 12a üstə gəl 9. Bu da bizə verir cavab C bəndi. Yenə müxtəsərmə düsturundan istifadə edərək vuruqlara ayırmış olduq. Dimin test topusunda olan suallardan biridir. Sonra yenə müxtəsərmə düsturundan istifadə edərək yenə dimin test topusunda olan belə bir dənə sual var. Orada biz düstur var idi ki, köməkçi müxtəsərmə düsturundan A plus B-nin kubu, yəni bu düzdür. Bunu belə bir dənə düstur var. A plus B, A kvadrat çıx AB plus B kvadrat. Bu düsturdan istifadə edib yazmaq olar. Amma biz bunu yazmırıq. A kub plus B kub, A plus B'nin kubu çıxılsın 3AB, A plus B. Belə bir dənə də düstur vardır. Burada A plus B bizə nə verib? Bu da bərabərdir 50-yə də. A kub plus B kub 50-də axı. 50 yazırıq. A plus B-də 5 verib. 5-in kubu 3AB vurulsun. A plus B-nin yerinə 5 yazırıq. Bərabərdir 50. Buradan da alırıq. Mənfi 15AB 50 çıx. 5-in kubu da 125 edir. Buradan da mənfi 15AB bərabərdir mənfi 75. AB də bərabərdir 5. AB-nin hasilini soruşurdu. Onun da qiyməti tapmış oldu. Cavab oldu 5. Sonra çoxhəllilərin vuruqlara ayrılması. Düzdür, çoxhəllilərin vuruqlara ayrılmaq üçün müxtəsərmə düsturlarından da istifadə olunur. Qruplaşdırma üsulu, hədd əlavə edib çıxma üsulu və ən geniş yayılanda müxtəsərmə düsturlarının köməyi ilə vuruqlara ayrılması qaydasına istifadə edilir. Biraz əvvəl əslində yazdığımız misallarda orada müxtəsərmə düsturlarının köməyi ilə vuruqlara ayırmış olduq. İndi burada da qruplaşdırmanı biz elə aparmalıyıq ki, yəni qruplaşdırma necə olmalıdır ki, sonradan onlarda təkrar orta vuruq tapa bilir. 9m-lə 9m-i 1 götürürük. M kub çıx M kvadrat n-i də 1 götürürük. Buradan mənfi 9 çıxanda m çıx n. Buradan m kvadrat çıxanda m çıx n almış olur. Görür ki, m çıx n, m çıx n. Orta vuruq kimi çıxardırıq mötərizə xaricində. İçəridə qalır m kvadrat çıx 9. M kvadrat çıx 9-u da A kvadrat çıx B kvadrat düsturuna görə m çıx 3, m plus 3 yazı vuruqlara ayırmış oluruq. Hədd əlavə edib çıxma. Bu da dimin test topusunda olan sualdır. Deməli, bu 2A kvadrat yazdı. A kvadratını 2A kvadrat. 2A kvadratını 2A kvadrat çıx A kvadrat kimi yaza bilərik. Və yaxud da burada gördüyümüz kimi A kvadrat əlavə edib çıxıb. Əlavə edib çıxırıq və buradan nə alırıq? A üstü 4 plus 2A kvadrat üstə gəlib 1 çıx A kvadrat. Bu da bizə verir müxtəsərmə düsturun. A kvadrat plus 1-in kvadratı çıxılsın A kvadrat. Təzədən A kvadrat çıx B kvadrat düsturuna görə, elə ki bu A'dır, bu da B'dir. A'nın yerində A kvadrat plus B durub, B kvadratın yerində də elə ki B A kvadrat durub. Və bunu müxtəsərmə düsturuna görə vuruqları ayrında bu şəkildə vuruqlara ayırmış oluruq. Və aşağıdakı misalda da x kvadrat çıx 2xy çıx 3y kvadrat. Burada da deməli 3y kvadratını yazır. Y kvadrat çıx 4y kvadrat. Bunu ona görə bu şəkildə yazırıq ki, sonradan vuruqlara ayıra bilək. Bu birinci x çıx y-in kvadratı, bu da 2y-in kvadratı. Sonra a kvadrat çıx b kvadrat kimi vuruqları ayırmış oluruq. Burada da yenə hədd əlavə etməklə vuruqları ayırmış olduq. İndi kvadrat köklərdən istifadə etməklə kvadrat cədinin vuruqlara ayrılması. Düzdür, bunun üçün biz kvadrat tənlinin həll yolunu bilməliyik. Amma kvadrat tənlinin həllini bilmədən də bunu vuruqlara ayırmaq olar. Biraz sonra aşağıda burada bu qaydaya görə izah edəcəm necə olur deyə. Amma həll edib kökləri tapdıqdan sonra ax kvadrat bx plus c, yəni bunu bilməsi tənlikləri, kvadrat tənlikləri keçəndə bu qaydanı bilmək daha əlverişli olacaq, daha rahat bir şəkildə istifadə edə biləcəksiniz. A vurulsun x çıx x1, x çıx x2 olmuş olur. İndi burada kökləri tapdıq. Kökün biri 1, biri də 1,5-dir. Onda A-nın indi 2 durduğu üçün 2 vurulsun x çıx 1, x çıx 1 onda 5 olacaq vuruqları ayırmaqla. İkinci bu yol isə burada gördüyümüz kimi alt-alta yazaraq, məsələn burada
yazacağıq 2x x burada yazsaq 3-də hansı 2 ədədin hansıdır? 3 ilə 1. İndi biz bunu çarpaz vurub toplayanda -5 olmalı. O da mənfi. 2x vur -1, elə də -2x. X vur -3 edir -3. Onları toplayanda bizə nə verir? Elə -5x vermiş olur. Ona görə bunu biz bu şəkildə də yaza bilərdik. Elə birbaşa buradan yaza bilərdik ki 2x çıx 3 vurulsun x minus 1. Burada da bu 2-ni bura vuranda 2x çıx 3 elə bu ifadəni almış oluruq. İndi eynilik nə deyilir? Dəyişənin bütün mümkün qiymətlərində doğru olan bərabərliyə eynilik deyilir. Yəni burada gördüyümüz kimi 2x, 5x topladıq, 7x üstə gəlir 7xy. 7x ilə mötərizə xaricində çıxartdıq. 7xy plus 1. Yəni sağ və sol tərəf dəyişənlərin bütün qiymətlərində doğru olur. Yəni sağ və sol tərəf bir-birinə bərabər olur. Buna deyilir nə? Eynilik. Yəni bizim bildiyimiz müxtəsər modüsturları eyni zamanda hər birisi bir eynilikdir. İfadənin ona bərabər başqa bir ifadə ilə əvəz edilməsi eyniliklə çevirmə adlanır. Eyniliyin doğruluğunu yoxlamaq üçün bir tərəfi sadələşdirib o biri tərəfi alırıq. Bir tərəfdən o biri tərəfi çıxıb fərqin sıfıra bərabər olduğunu göstəririk. Hər iki tərəfin eyni bir ifadəyə bərabər olduğunu bu şəkildə göstərmiş oluruq. Yəni sağ və sol tərəflər bir-birinə bərabər olmuş olur. Qiymət qoyaraq da sağ və sol tərəfin eyni qiymətlər aldığını göstərərək o eyniliklərin doğru olduğunu göstərə bilərik. İndi gəlirik rasional ifadələr. Rasional ifadələr nəyə deyilir? İki çoxhədlinin nisbətinə deyilir rasional ifadə. Yəni sürət məxrəc çoxhədli və yaxud da bir hədli olan kəsirlər adlanır rasional ifadələr. Yəni məsələn biz necə bilirik ki 2 ədədin nisbəti kəsir olmurdu. Burada da 2 dənə çoxhədlinin nisbəti. Burada sürət məxrəc bir hədli və ya çoxhədli ola bilər. Deməli kəsirləri topladığımız zaman hansı qaydadan istifadə edirsə, məsələn 2 kəsiri topladığımız zaman onları orta məxrəcə gətirirdiksə və yaxud da məxrəcləri ilə kəsirləri toplayıb çıxan zaman məxrəc olduğu kimi qalıb, sürətlər toplanır və ya çıxırdısa, burada da eyni qaydadır. Əgər məxrəclərdə 2 dənə eyni çoxhədli, yəni məxrəcləri eyni olan 2 dənə rasional kəsir edilibsə, ona məxrəc orta məxrəc kimi qalır, sürətlər toplanır və ya çıxılır. Əgər məxrəclər müxtəlifdirsə, onda onları orta məxrəcə gətirib, sonra adi kəsirlərdə bildiyimiz qayda ilə, məsələn, orta məxrəc qx, kx-dir. Qx, kx-i qx-ə bölürük, qalır kx vururuq sürətə. Sonra qx, kx-i bölürük, kx-ə qalır qx, onu da vururuq mx-ə və bu şəkildə toplama çıxma edirik. Vurma da yenə adi kəsirlərdə sürətə, məxrəcə vurulduğu kimi, burada da sürətdəki ifadələr bir-birinə vurulur, məxrəcdəki ifadələr bir-birinə vurulur. Sonra ixtisar gedən ifadələr varsa, o ifadələrdə ixtisar edirik və sadələşdirmiş oluruq. Rasional kəsirləri və eyni zamanda vurmuş oluruq. Bölmədə də birinci kəsir rasional kəsir olduğu kimi qalır. İkinci kəsirdə sürət məxrəcinin yeri dəyişib, yenə adi kəsirlərdə olduğu kimi vurma əməlini yerinə yetirmiş oluruq. Burada 4 iyun 2023-cü il birinci qrupa, birinci dəstədə düşən qəbul imtahanı sualı var. Deməli, bunu göstərək ki, necə hesablamaq lazım. A plus B, A minus B orta məxrəci nə olacaq? A plus B vurulsun A minus B. Bunların hasılı. A plus B, A minus B böləndə nə qalır? A çıx B. Onu da sürətə vuranda olur A çıx B vurulsun A çıx B. Bunu birbaşa A çıx B-nin kvadratda yaza bilərik. Amma bu şey görəsiniz deyə necə olur. Ona görə bu şəkildə yazmış oluruq. Bunu da buna böləndə A çıx B ilə gedir, qalır A plus B. Onu da sürətə vuranda A plus B vurulsun A plus B. Bölmə olduğu üçün burada vurma yazıb sürət məxrəci dəyişirəm. A kvadrat çıx B kvadrat bölünsün AB. İndi buradan gördüyümüz kimi A plus B, A minus B bunlar gedir. Çünki A kvadrat çıx B kvadrat elə aşağıdakı bu ifadəyə bərabərdir. Vurma olduğu üçün bunlar ixtisar olmuş olur. Sürəti isə sadələşdirsək, məxrəc olduğu kimi AB qalır. A kvadrat çıxılsın 2AB plus B kvadrat. Bu da çıxılsın A kvadrat çıx 2AB çıx B kvadrat. Burada da A kvadratlar islah olur. B
B kvadratda islah olur. Qalır mənfi 4AB bölünsün AB. Bu deyir mənfi 4. Deməli, cavabımız oldu mənfi 4 qəbula düşən sualdır. Yenə bölünməsi biraz əvvəl dedik. Px bölü qx bölünsün mx kx. Gördüyünüz kimi bölmə olanda birinci kəsr olduğu kimi qalıb. İkinci kəsrin sürət məxrəcinin yerini dəyişib. Sonra sürətlər 1 vurulub, məxrəclər də 1 vurulub. Qüvvətə yüksəldəndə də kəsrin sürəti 1 qüvvətə yüksəldirir. Kəsrin məxrəci də 1 qüvvətə yüksəldirib. Bu şəkildə yazılmış olur. İndi Px-in dərəcəsi Qx-in dərəcəsindən kiçiksə, kiçik və qx bəli mx və nx olarsa, onda bu kəsri bu formada iki kəsrin cəmi şəklində göstərə bilərik. Məsələn, 20 çıx x kvadrat üstə gəl x çıx 8 kəsrini sadə kəsirlərin cəmi şəklində göstərək. Birinci, bunun məxrəcinə vuruqları ayırmalıyıq. Vuruqları necə ayırırıq? Burada göstəririk. Deməli, birinci nə edirik? Bunu vuruqları ayırırıq. Aşağını yazırıq. Deməli, x kvadrat üstə gəl 2x çıx 8-i bayaq dediyimiz qaydada vuruqları ayırsaq, bunu x vur x, 8 isə 4 vur 2 kimi çarpaz vurub toplayanda müsbət 2 olması üçün bura müsbət, bura mənfi 2. Yəni, aşağı olur x plus 4, x minus 2. Yuxarıda olur nə? 20 çıxılsın x. İndi bunu necə vuruqlara ayıracaq? Deməli, burada yazırıq a, x plus 4, üstə gəlib b, x minus 2. Bu şəkildə yazırıq. Sürətləri isə bilmirik. İndi bunu təkrar x plus 4 vurulsun x minus 2 şəklində yazsaq, yuxarıda olur a vurulsun x minus 2, b vurulsun x plus 4 və yuxarını yenə sadələşsə x plus 4, x minus 2. Yuxarıda nə olur? A, x üstə gəlib bx. Ona görə bunu yazırıq. A plus b vur x. Vurub açıb sadələşdirəndə üstə gəl 4b çıxılsın 2a. İndi burada a plus b olur mənfi 1. 4b çıx 2a olur 20. Dörd b çıx 2 olur 20. Burada gəlib çıx tənliklər sisteminə. Burada da birincini 4-ə vursaq və yaxud da 2-yə vursaq, 2a üstə gəl 2b bərabərdir mənfi 2, 4b çıx 2a bərabərdir 20. Bunları alt-alta toplasaq, 6b bərabərdir 18. B olur 3. B 3-dürsə, B ad olur mənfi 4. Mənfi 4-dən 3 toplayanda mənfi 1 olur. Deməli, onda burada gətib yerinə yazası olsa, yekunda belə bir şey alırıq. Davamı buradan yazsaq, A-nı mənfi 4 tapdıq, B-ni də 3 yapdıq. Deməli, mənfi 4 bölünsün x plus 4, üstə gəl 3 bölünsün x minus 2. Bunu da daha səliqəli olsun deyə 3 bölünsün x minus 2, 4 bölünsün x plus 4. Və bu şəkildə iki sadə kəsirin cəmi şəklində yazmış olduq. İndi dimin test topusunda olan yenə belə bir dənə sual var. Deyək, ifadəsini sadələşdirin. N üstü mənfi 1 olduğu üçün bunu yazırıq n böl n. Mənfi 1 olduğunda 1 böl n olur. Bu da çıxsın n böl m. Vurulsun 1 bölünsün m çıx n. Çünki m çıx n üstü mənfi 1 olduğuna görə bu ilə 1 bölünsün yaza bilərik. Vurulsun mn m plus n. Bu da bərabər. Burada orta məxrəc n ilə m-in hasili çıxır. Yuxarıda olur m kvadrat, çıxılsın m kvadrat. N-mi elə ki, n-yə böləndə m qalır. M-i də m-ə vururuq, eləyir m kvadrat. N-mi m-ə böləndə qalır n. N-i də n-ə vuranda olur n kvadrat. Vurulsun m çıx n. Bu da vurulsun m plus n. Sonra vururuq. Yuxarıda qalır mn. Bu n-m'lər ixtisar gedir. M kvadrat çıx n kvadrat ilə buna bərabər olsun. Bunlar da gedir. Cavab qalır 1. Dimin test topusunda olan suallardan biri idi.
Burada isə deməli bunu biz sadələşdirmədən ötürü birinci x böyükdür 1 verib, modul içərisində verdiyi üçün ifadə x 1-dən böyük olduğu üçün, məsələn x-ə 2 versək, modulun içərisində olur 1 çıx 2 mənfi olur. Deməli modulun içərisi mənfi olduğu üçün, modulun içərisi mənfi olduğunda qabağına mənfi çıxardacağıq. Olacaq 1 çıx x. Mənfi yazıb moduldan çıxardırıq. Aşağı isə vuruqları ayırmalıyıq. Biraz əvvəl dediyimiz kimi x, 2, 1, 6, 6 yazırıq. Çarpaz vurub toplayanda müsbət 1 olması üçün bura plus 2, bura minus 1 olmalıdır. Ona görə aşağı olur x plus 2, x minus 1. İndi bu mənfi 1-i də mötərcənin içərisinə vuranda mənfi 1 vur, mənfi x elədi x. Mənfi 1 vur, 1 o da elədi 1. X plus 2 bölünsün. X minus 2 vurulsun x minus 1. Bu x 1'lər də gedir. Qalır x bölünsün. X plus 2. Demin test topusunda olan suallardan biridir. X bölünsün x plus 2. Bunu da bu şəkildə sadələşdirmiş olduq. İndi davam edirik dərsimizə. İkinci qəbul, ikinci qrup 2024-cü il. Qəbula düşən belə bir dənə sual var. Bunu da necə sadələşdirə bilərik? Birincisi burada a plus b-nin kvadratı çıxırsın 4 vurulsun a plus b. Burada orta vuruq kimi a plus b-ni çıxarsaq, mötərizənin içərisində qalar a plus b çıxılsın 4. Aşağıda isə bunu biz yaza bilərik. 2 ədinin kvadratı olduğu üçün a plus b-nin kvadratı çıxılsın 16-nı yazırıq 4-ün kvadratı. Bu isə davamında yazırıq a üstə gəl b, a üstə gəl b çıx 4 bölünsün a plus b çıxılsın 2, a kvadrat b kvadrat kimi müxtəsər maddəsinə görə yaza bilərik. A plus b çıx 2, a plus b plus 2. Daha doğrusu burada xətalı oldu. Deməli 4-ün kvadratı olduğu üçün elə a plus b çıx 4, a plus b plus 4. Burada da bunlar ixtisar gedən zaman qalır a üstə gəl b bölünsün a üstə gəl b üstə gəl 4. Yəni cavab C bəndini almış oluruq. İndi birinci qrup 13 gün 2025-ci ildə qəbula düşən sual deyir ki, kəsrinin ixtisar olunması üçün emin ala biləcəyi qiymətlərin cəmini tapın. Bunun üçün də biz deməli aşağını yenə vuruqlara ayırsaq x çıx 2, x plus 1, 4x minus m. İndi ixtisar olunması üçün deməli yuxarıda vuruqlardan biri ya x çıx 2 olacaq ya da x plus 1. Onda x çıx 2 bərabərdir 0 götürür, amma bu məxrəc 0 ola bilməz. Ona siz baxmırsınız. Sadəcə x-i 2 verəndə yuxarı 0 olur. Onda 4x çıx m. Buradan yazırıq 4 vurulsun 2 çıx m bərabərdir 0. M bərabərdir buradan olur 8. Deməli m-in yerinə 8 qoysaq x minus 2-lər ixtisar olacaq. Deməli m oldu bir dəfə 8. Bir də x-in yerinə mənfi 1 qoysaq, çünki x plus 1 bərabər 0, x bərabər mənfi 1. Mənfi 1 qoyanda 4 vurur mənfi 1, çıx m bərabər 0. Buradan da m bərabərdir nəyə? Mənfi 4-ə. Deməli, m bir dəfə mənfi 4 olanda x plus 1-lər ixtisar gedir. M-in yerinə 8 qoyanda x çıx 2-lər ixtisar gedir. 4 vurulsun x minus 2 olur. Deməli, m 8 və mənfi 4 olur. Bunların da cəmi nə olur? Elə 4 almış oluruq. Cavab oldu 4. Bu da qəbula düşən sual idi. İndi gəlirik çoxəldən çoxəlliyə bölünməsi və bölünməsi deyəndə hansı çoxəlliyə bölünür? Onu biz tapmalıyıq. Çoxəllinin sıfıra çeviriyi a ədədinə həm çoxəllinin kökü deyilir, həm də vuruqlarından biri eyni zamanda olur x minus a, həm də x minus a-ya qalıqsız bölünür. Yəni, əgər burada px bərabərdir, misal üçün yazırıq ki, x minus a vurulsun, deyək ki, kx. Vuruqlarından biri x a-dırsa, onda x a olduqda, yəni p a bərabərdir 0. Çünki a-ya qoyanda bura nə olur? 0 olmuş olur. Yəni,
PA olur 0. Onda bu PX eyni zamanda X çıxaya da nə bölünür? Qalıqsız bölünür. Burada qalır KX. Deməli, sıfıra çevirdi A ədədinə həm çox ədədin kökü deyilir, həm də həmin çox ədədin vuruqlarından biri nə olur? X çıxa olur, həm də X çıxa fərqinə qalıqsız bölünür. İndi burada da misalda deyir ki, içərisin 1 vuruğu 2x plus 1'dir. 2x plus 1'dirsə, onda 2x plus 1'i bərabər edir 0'a. X olur mənfi 2'də 1. Bu mənfi 2'də 1 gətirib burada qoyanda, deməli bu ifadə 0'a bərabər olmuş olacaq. Və x'in yerinə mənfi 2'də 1 qoyduğumuz zaman, buradan da m'in qiymətini tapmış oluruq. Yəni vuruqlarından biri budursa, deməli onda budur. Üçəlinin bir kökü, bunun sıfıra çevirdiyi qiymət, yəni x bərabər mənfi 2'də 1'dir. Mənfi 2'də 1'i də bu üçəllidə yerinə qoyduğumuz zaman, bu üçəlli də sıfıra bərabər olmuş olur. Və buradan da m'in qiymətini tapa bilirik. Çoxəllinin çoxəlliyə bölünməsi, indi px bölünsün qx, bx, kx. Burada deməli, biz bu qaydadan bu şəkildə istifadə edib bölə bilirik. Necə bölürük? Deməli, 3x kvadrat çıxılsın x çıxılsın 2. Deməli, x çıx 1'ə böldüyümüz zaman birinci nə edirik? 3x kvadratını x-ə bölürük. 3x kvadratını x-ə böldüyümüz zaman nə qalır? 3x qalır. Ona görə burada yazırıq 3x. Və bu 3x'i bunun hər bir həddinə vururuq. 3x vurulsun x elədi 3x kvadrat. 3x vur mənfi elədi mənfi 3x. Və alt-alta çıxırıq. Alt-alta çıxanda bu 3x kvadratda gedir. Qalır mənfi 2 çıx mənfi 3x elədi 2x. 2x çıx 2. 2x çıx 2'nin də təzdən 2x'i x-ə böləndə 2 dəfə düşür. Və buradan böldüyümüz zaman alır 2x çıx 2. Deməli onda bu çox ədədini x-1 2 ədəsinə böləndə 3x plus 2 2 ədəsini bölürük. Burada bölünən budur. Bölən x çıx 1'dir. Nat qismət tam qismət isə 3x plus 1. Almış oluruq. İndi burada deyir ki, istənin x üçün x kub üstə gəl 5 çıx 42 bərabər x çıx 3 px ödənərsə p3'ü tapın. Bunun üçün biz nə etməliyik? Birinci x kub plus 5 çıx 42'ni nəyə bölməliyik? X minus 3'ə bölməliyik. Bunu da burada böləsi olsaq, deməli yazıram burada. Eyni zamanda bölməni də göstərmiş oluruq. 5 çıx 42 bölünsün x minus 3. Deməli, x kubunu x-ə böləndə düşür x kvadrat. Və bu x kvadratını vururuq bura. Deməli, x kub çıxılsın 3x kvadrat. İndi alt-alta çıxırıq. Bundan bunu çıxanda çıx olduğu üçün 3x kvadrat üstə gəl 5x. 3x kvadratını x-ə böləndə isə düşür 3x. Bunu da vuranda edir 3x kvadrat çıx 9x. Bunu da alt-alta çıxanda edir 14x çıx 42'ni gətirir buradakını. 14x x-ə də böləndə düşür 14 dəfə. Bu da 14x çıx 42. Deməli onda buradan çıxdı ki, px-imiz nə oldu? X kvadrat üstə gəl 3x üstə gəl 14. Yəni bizdən nəyə soruşur? P3'ü. Onda x-in yerinə 3 qoyanda 3'ün kvadratı 3 vur 3 üstə gəl 14. Burada da 9, 9, 18, bu da 14, 32. Deməli, P3 oldu 32. Bu şəkildə həll eləmiş oluruq. İndi rasional kəsrlərdə yenə belə bir sual var. M'in neçə tam qiymətində kəsrin qiyməti tam ədəddir. Deməli, birinci buradan 9'u mötərizə xaricinə çıxarsaq, M plus 2. Aşağını da M 5 ilə 2 vurub toplayanda müsbət 7 olması üçün deməli M plus 5 M plus 2 almış oluruq. Buradan da M plus 2'lər gedir. 9 bölünsün M plus 5. M'in neçə tam qiymət? Deməli 9'un bölənlərini yazırıq. Onda M plus 5'i bir dəfə 1 götürsək M olur mənfi 4. M plus 5'i 3 götürsək M olur mənfi 2. Amma mənfi 2 ola bilməz. Çünki burada nə var? Mənfi 2 qoyanda məxrəc sıfıra çevrilir. Ona görə bu getdi.
Sonra n plus 5 bərabərdir 9. N bərabərdir 4. Bir də bunların mənfiləri. N plus 5 bərabərdir. Çünki neçə tam qiymətində tam. Ona görə mənfilər də götürə bilərik. N bərabərdir -6. N plus 5 bərabərdir -3. N bərabərdir -8. N plus 5 bərabərdir -9. N də bərabərdir -14. Deməli, onda -4. Biri bu. -4. Müsbət 4. -6. -8. Bir də -14. 1, 2, 3, 4, 5 dənə qiymətində kəsrin qiyməti tam ədəd olmuş olur. Çünki 9-un bölənləri 1, 3, 9-dur. Bir də -1, -3, -9-dur. Tam bölənləri 6 var. Amma burada bir dənə 3 alması üçün -2 olmalıdır. Amma -2 verə bilmirik. Məxrəc 0 olduğu üçün ona görə -2-ni götürməmiş oluruq. Sonra A parametrin müəyyən qiymətləri üçün ifadəsi ax kvadrat 3ax üstə gəl 4x üstə çıx 6a x çıx 1 x çıx 2 ifadəsi ixtisar olunan rasional kəsirdir. İxtisardan sonra x bərabərdir 3 olduqda ifadənin ala biləcəyi qiymətlərin cəmini tapın. İndi biraz əvvəl dediyimiz kimi, əgər burada ixtisar olunandırsa, onda yuxarıdakı vurğulardan da biri ya x-1 ya x-2 olmalıdır. Onda burada x-in yerinə birinci qoyuruq 1. 1 qoyub a-nı tapırıq. A-nı tapdıqdan sonra x-in yerinə 3 ixtisar olunan rasional kəsirdir. İxtisardan sonra da x-in yerinə 3 qoyub ifadənin ala biləcəyi qiymətləri tapırıq. İndi baxırıq burada x-in yerinə 1 qoyduğumuz zaman yuxarı 0 olmalıdır. Onda a üstə gəl. Yəni burada 1'i də yazaq. A vur 1'in kvadratı. Tam aydın olsun deyə. 3a vur 1. 4 vur 1 çıx 6a. Bərabərdir 0. Burada da deməli 3a, 4a, -2a. Bərabərdir -4. Buradan da a bərabərdir neçə olur? 2. Deməli a-nın yerinə 2 qoyduğumuz zaman alır yuxarıda belə bir ifadə. 2x kvadrat üstə gəl. A-nın yerinə 2 qoyduğumuz kimi 3 vur 2 6 üstə gəl 4 10x çıx 12. Aşağıda da x-1 x-2. Buradan da yuxarıdan 2'nin mötərizə xaricinə çıxarsa 2x x kvadrat 5x çıx 6 x-1 x-2. Yuxarını da vurğuları ayırsaq x-1 x plus 6 bölünsün x-1 x-2. Buradan da qalır 2 vurulsun x plus 6. Deməli bizdə indi deyir ki, burada ixtisar olunduqdan sonra x-a 1 qoyduq, a-nı tapdıq və x-1'lər getdi. Qaldı burada 2 vurulsun x plus 6 bölünsün x-2. İndi de ixtisar olunduqdan sonra x-a 3 qoyduq. Burada da x-a 3 olsa, onda nə olur burada? 2 vurulsun 3 plus 9 bölünsün 3-2. Burada da cavab olur 12, 24. Deməli, bir dənə qiymət oldu 24. Bu birinci hal. Sonra ikinci hala baxırıq. İkinci halda nə olur? İkinci halı buradan yazası olsa, ikinci hal x-a 2 qoyuruq. X bərabərdir 2 və a-nı tapırıq. 2 qoyanda a vur 2'nin kvadratı üstə gəl 3 vur a vur 2 üstə gəl 4 vur 2 çıx 6 bərabərdir 0. Bu da deməli 4a, 6a, 10a, 4a bərabərdir -8'ə. A da oldu -2. İndi gətirib 2'ni yuxarıda qoysa a-nın yerinə deməli olur -2x kvadrat. -2 qoyduğumuza görə -6x çıxır 2x.
üstə gəl 12 bölünsün x minus 1 x minus 2. Bunu da vuruqlara ayırsaq, mənfi 2-ni çıxarsaq, x kvadrat üstə gəl x deməli çıx 6 x minus 1 x minus 2. Bunu da vuruqlara ayırsaq, mənfi 2 vurulsun x çıx 2 x plus 3. Buradan da x minus 1 x minus 2. X minus 2'lər də x-ə gedəndə qalır mənfi 2 vurulsun x plus 3. Aşağıda isə x minus 1. İndi x-ə də 3 qoysaq, bu səfər nə olur? Mənfi 2 vurulsun 3 plus 3 bölünsün 3 minus 1. Buradan da cavab nə alırıq? Deməli, mənfi 6 alırıq. Deməli, qiymətin biri oldu mənfi 6, biri oldu 24. Bunların da cəmi mənfi 6 plus 24 oldu 18. İndi isə belə bir dənə sual var. Px bərabərdir x kub çıxılsın 2x kvadrat üstə gəl 3x çıx 7 çox etsin. X plus 1-ə bölünəndə alınan qalığı tapın. X plus 1-ə bölünəndə alınan qalığı tapırsa, deməli x plus 1-i 0-a bərabər eləyir. X mənfi 1 olanda bu 0 olur. Deməli, bu mənfi 1-ə qoyub yerinə tapdığımız zaman alınan ədəd elə px çox ədisinin x plus 1-ə bölünəməndə alındığı qalığa bərabər olmuş olur. Yəni, belə bir ifadə çıxanda və yaxud da bu şəkildə suallar çıxanda qalığı tapmaqdan ötürü elə x plus 1-in 0-ını tapırıq. O da mənfi 1 olur. Mənfi 1-ni yerinə qoyub həmin çox ədinin bu iki ədlə bölünməsi alınan qalığı da tapmış oluruq. İndi isə ifadənin ən böyük və ən kiçik qiymətlərinin tapılması qaydasını izah edək. Deməli, əgər burada a kiçik 0 olduqda, onda bu kvadrat çədinin ən böyük qiyməti 4ac çıx b kvadrat böl 4a və yaxud da əgər diskriminantın qaydasını bilsə, bu mənfi d böl 4a-dır. Mənfi d böl 4a. Və yaxud da a böyükdür 0 olduqda isə bu ifadənin ən kiçik qiyməti olur, ən böyük qiyməti olmur. Funksiyalar mövzusunu keçərkən orada kvadrat funksiyanı keçəndə bunu izahını verəcək. Niyə görə ən böyük qiyməti olur? A böyükdür 0 olduqda niyə görə ən kiçik qiymət olur? Orada izahını verəcəyik. Əgər a kiçikdir 0 olduqda kvadrat çədini bu şəkildə mənfi nx plus m-in kvadrat k şəklində gəlsə, mötərizənin içərisindəki ifadə, yəni nx plus m bərabər 0 olanda bu olur ən böyük qiymət. Burada isə a böyükdür 0 olanda bu 0-a bərabər olduqda bu olur ən kiçik qiymət. İndi bunu misallarla izahını verək. Yəni bunu məsəl üçün desək ki, bu kvadrat çədli a kiçik 0 olarsa, ən böyük qiyməti x-in hansı qiymətində alır? Onu da burada biz x-in hansı qiymətində ən kiçik qiyməti alır? Onu da yaza bilərik. X bərabərdir mənfi b böl 2a. Mənfi b böl 2a qiymətində funksiya özünün ən böyük qiymətin alır a kiçik 0 olduqda. A böyük 0 olduqda isə mənfi b böl 2a qiymətində funksiya özünün ən kiçik qiymətini alır və o ən kiçik qiymətin tapılma düsturu da budur. Bu belə. İndi bunu misallarla izah edək. Məsələn, burada görürsünüz, demin test topusunda olan sualdır. 2x plus y-nin kvadrat üstə gəl 8 vurulsun. 2x plus 18 ifadəsinin ən kiçik qiymətini tapın. Bunu bir dənə a ilə ifadə edirik. Yəni, alırıq belə bir dənə kvadrat çədli. Elə bil ki, a-nın yerində bu a x kvadrat da ola bilər və yaxud da t kvadrat da ola bilər, dəxli yoxdur. Burada biz bunu kvadrat çədli kimi çevirən bu şəkildə vuruqları ayırsaq, a kvadrat plus 8a plus 16 a plus 4-ün kvadratı eləyir. Üstə gəl 2. Bunun ən kiçik qiyməti 2-dir. Nə vaxt olur? Bura 0 olanda. Yəni a plus 4 0-a bərabər olanda özünün ən kiçik qiymətini almış olur. Olur mənfi 4. Və yaxud da başqa bir dənə də sual nümunə olaraq yazası olsaq, tutaq ki, yazıram burada mənfi x kvadrat mənfi x kvadrat çıxılsın 4 üstə gəl 11. Məsələn, bunu yenə də biz düsturla da tapa bilərik, amma düstursuz da belə tapa bilərik. X kvadrat üstə gəl 4 üstə gəl 4 plus 11 olması üçün üstə gəl burada nə yazmalıyıq? Deməli 4 15. Bax bunu açanda x kvadrat çıx 4 çıx 4
Üstə gəl 15 olmalıdır ki, müsbət 11 olsun. Bunda nə yazırıq? Mənfi x plus 2-nin kvadratı üstə gəl 15. Bunun ən böyük qiyməti 15-dir. X-in hansı qiymətində? Mənfi 2 qiymətində. Mənfi 2 qoyanda çünki bura nə olur? 0 olur. Mənfi 2 qoyanda bu ifadə özünün ən böyük qiyməti 15-i almış olur. Hə, düsturla yazası olsa 4ac çıx b kvadrat böl 4a. Onda nə olacaq? 4 vurulsun mənfi 1 vurulsun 11 çıxılsın mənfi 4-ün kvadratı 4 vur mənfi 1. Bu da neynədir? Mənfi 44 üstə gəl, daha doğrusu çıxılsın 16 çıxılsın 16 bölünsün mənfi 4. Bu da neynədir? Mənfi 44 mənfi 14. 60 mənfi 60 böl mənfi 4. Bu da elədir nə? 15. Gördüyünüz kimi eyni qiyməti almış oldu. İndi x-in hansı qiymətində? Ondan demişdi? Mənfi b böl 2a. B-miz nədir burada? Mənfi 4. A-mız da mənfi 1-dir. 2 vur mənfi 1. Bu da elədir nə? Mənfi 2. Gördüyünüz kimi x-in mənfi 2 qiymətində bu ifadə özünün ən böyük qiyməti 15-i almış olur. Düsturla da hesablanmış oldu. Yəni bunu düstursuz da hesablamaq rahat olur. Amma bəzən fərqli şəkildə verəndə, məsələn yazıram 4x kvadrat çıxılsın ta ki 17x üstə gəl, nə bilim 25. Bunu düsturla hesablamağınız daha məsləhətli olar. Çünki bu şəkildə ayırmaq biraz çətin olacaq. Amma düsturla yazsanız hazır yerinə qoyub, A-nın yerinə 4, C-nin yerinə 25, B-nin yerinə mənfi 17 qoyub, bu düsturla ən kiçik qiymətini tapmış ola bilərsiniz. İndi burada başqa, yenə bu tipdə suallar demin test opsiyasında var. Bu biraz fərqlidir. Deməli 2x kvadrat plus 7-nin ən kiçik qiyməti 7-dir. Çünki x kvadrat həmişə müsbət olduğuna görə x kvadratının ən kiçik qiyməti 0-dır. 0 üstə gəl 7. 7-nin kvadratı y kvadrat çıx 3 isə 0-a bərabər ola bilər. Amma bu 0-a bərabər olmur da. Çünki 2x kvadrat plus 7 0 olması üçün 2x kvadrat mənfi 7 olmalıdır. O da ola bilməz. Ona görə burada olur 7. Burada isə y kvadrat çıx 3 0 ola bilər. Y kvadratı 3 olur. Onda nə olur burada? 7-nin kvadratı üstə gəl 0 çıx 24. Bu da nə olur? 25. Yəni bu ifadənin ən kiçik qiyməti olur 25. Aşağıda da burada yenə x-in yenə 0 qoyanda nə olur? 3-ün kvadratı y kvadrat çıx 2 0 ola bilər. Çıx 3. Bu da nə olur? Ən kiçik qiyməti olur 6. İfadənin ən böyük, ən kiçik qiymətini bu şəkildə hesablamış oluruq. Bu da bu iki sualda demin test opsiyasında olan suallardır. Yenə demin test opsiyasında olan suallardan bir dənəsi burada var. Məsələn, bunu da ifadənin ən kiçik qiymətini tapın. Deməli, nə yazırıq? 4x kvadrat qalır. 9y kvadrat üstə gəl 6y plus 2 yazırıq. 3y plus 1-in kvadratı üstə gəl nə? Buradan da əlavə edirik 2. Çünki bunu kvadrata yüksəltdiyimiz zaman 9y kvadrat üstə gəl 6y üstə gəl 1. Burada 3 də ona görə 2-ni də əlavə edirik ora və alırıq bu şəkildə. İndi bu ifadənin də ən kiçik qiyməti bura 0 olanda, bir də bura 0 olanda cavab qalır nə? 2. Və bununla da dərsimiz yekunlaşmış oldu. Bütün qaydaları izah elədik. Test nümunələrinə, misal nümunələrinə göstərmiş olduq. Diqqətiniz üçün sağ olun. Növbəti dərslərin davamı üçün kanala abunə olmağınız xahiş olunur. Sağ olun, özünüzə yaxşı baxın. Allah'a əmanət olun.